Hər vaxtınız xeyir, əziz tələbələr. 11 dekabr dövlət qulluğu imtahanına və yanvarda təşkil ediləcək dövlət qulluğu imtahanlarına hazırlaşan tələbələr üçün 6 noyabrda təşkil edilmiş BB kateqoriyası üzrə informatika suallarını izahı ilə tanış olacaqsınız bu videomda. Digər irəliləyən videolarda isə siz həmçinin BA və AC kateqoriyaları üzrə həm informatika, həm də digər bütün məntiq sualların izahını görəcəksiniz. Yəni, bildiyiniz kimi hər imtahana yaxın, həmin imtahandan öncəki imtahanın bütün suallarını mən izahlarını YouTube'a yerləşdirirəm. Siz də faydalanın və bu izahlara baxın. Daha sonra imtahana gedin ki, sizin üçün də uğurlu və faydalı olsun. Başlayırıq 56-cı sualla. Deyir, mətnin aşağı indekslə yazılması hansı əmr vasitəsilə mümkündür? Yoldaşlar, superscript qüvvət yazır, subscript isə aşağıdan indeks yazır. Bunu Word proqramında Homeland tabından həyata keçirmək olar. Gəlin biz onu sizə əyani şəkildə göstərək. Bilirsiniz ki, əmrlərin üzərində dayananda onların adları və klaviatura düymələri görünür. Subscript əmri aşağı indeks üçün nəzərdə tutulub. Böyük və ya kiçik hərf rejiminə keçid üçün aşağıdakılardan hansı istifadə olunmur? Caps Lock sıxılı olduqda, Caps Lock'un üzərindəki işıq yanılı olduqda Caps Lock böyük hərflər rejimində yazır. Sönülü olduqda isə kiçik hərflər rejimində yazır. Deməli, A doğru cavab deyil. Font length qrupundakı change case əmri ilə bəli. Həmçinin change case'in, gəlin göstərim. Baxın, change case. Hər şey böyük, hər şey kiçik, bəzilərini böyük, bəzilərini kiçik yaza bilir. Həmçinin change case'in klaviatura düyməsi Shift F3 olduğu üçün nə B variantı, nə də D variantı doğru deyil. Məlum məsələdir ki, Word-də yazı da yazanda, kiçik hərflərlə yazanda Shift düyməsini sıxaraq böyük hərflərə keçə bilirik. Deməli, Y variantı da doğru cavab deyil. Cavab C variantı olur. 58-ci suala keçirik. Ctrl, Shift və Escape düymələr kombinasiyası hansı funksiyanı yerinə yetirir? Shift, Ctrl və Escape düymələri basanda Task Manager proqramı açılır. Task Manager proqramı kompüter asılı vəziyyətə düşdükdə istifadə olunan bir proqramdır. Task Manager'i açmaq üçün Ctrl, Alt, Delete kombinasiyalarda mövcuddur ki, bu kombinasiyayla siz logon pəncərəsinə keçərək oradan da bu belə deyək, tapşırıq menecerini aça bilərsiniz. Keçirik növbəti suala. Şəkildə oxla göstərilən əmr yerinə yetiriləndə nə baş verir? Görək nə yazıb burada? Yazıb bring forward. Bring forward önə gətir deməkdir. Seçilmiş fiquru ön plana gətirir. Qeyd olunmuş obyekt ön plana keçir. Cavab A variantı bu. Birbaşa nəzəriyyədir. Keçirəm növbəti suala. 60-cı suala baxırıq. Verilmiş lent qrupu hansı lent tabına məxsusdur? Yoldaşlar, burada müxtəlif fiqurlarla işləmək üçün əmrlər nəzərdə tutulub. Bunları görməsəniz belə arrange lent qrupunun layout-a məxsus olduğu bəllidir. Bu, belə deyək, məşhur lent qruplarından biridir. Web səhifələrə baxış üçün hansı proqramdan istifadə olunur? Web səhifələrə baxış dedikdə internetə girmək üçün nəzərdə tutulan proqramları nəzərdə tutur. Yəni siz hansı proqram vasitəsilə internetə daxil ola bilirsiniz? Norton Commander örtük proqramıdır. HTML Hypertext Marking Language, HTTP isə protokoldur. Skype isə telekonferans etmək üçün, görüntülü danışmaq üçün bir protokoldur. Özü-özdən proqramdır. Safari web səhifələrə baxış üçün nəzərdə tutulmuş bir proqramdır. TCP/IP protokolu əsasında informasiyanın ötürülməsi zamanı mərhələlərin düzgün ardıcıllığını müəyyən edir. Yoldaşlar, bu sualı doğru həll etmək üçün heç bir xüsusi biliyə ehtiyac yoxdur. Sadəcə məntiqi ardıcıllığı qursanız doğru cavabı tapacaqsınız. Baxın, paketlər ardıcıl şəkildə informasiya qəbul edicisinə köçürülür. Tüm paketlər lazımi ardıcıllıqla yığılıb bütöv şəklə gətirilərək təhvil verilir. İnformasiya müəyyən miqdarda hissələrə bölünür. Başlıqlar əlavə edilməklə
Hissələr paket şəklində saxlanılır. Baxın, birinci üçdən başlayırıq. İnformasiya müəyyən miqdarda hissələrə bölünür, yəni paketlərə ayrılır. Həmin o bölünmüş hissələrə də başlıqlar əlavə edilir. Daha sonra paketlər ardıcıl şəkildə qəbul ediciyə köçürülür. Bütün paketlər lazımi ardıcıllıqla yığılaraq tam hala gətirilərək təhvil verilir. Cavab B variantı. 63-cü suala baxırıq. Doğru olmayan mülahizələri müəyyən edin. Burada kompilyator və interpretator haqqında, həmçinin case texnologiyaları haqqında müəyyən məlumatlar verir. Mən burada sizə bütün bəndləri bir-bir oxuyub vaxtınızı almaq istəmirəm. Çünki kompilyatorun bir tərifi var, interpretatorun da bir tərifi var. Mən birbaşa doğru olanları göstərim sizə. Baxın, proqram kompleksləri üçün nəzərdə tutulmuş mürəkkəb informasiya sistemlərini yaradan texnologiyanın adı case'dir. Bir doğrudur. Həmçinin də kompilyator, translator adlanan xüsusi proqramın bir vasitəsidir. Bəli, həmçinin də interpretator. Bundan savayı proqramlaşdırmanın inteqrallaşdırılmış mühiti instrumental proqram təminatına aiddir. Bəli, çünki proqramlaşdırmanın inteqrallaşdırılmış mühiti müxtəlif proqramlaşdırma dillərinin ortaq mühitlərinin yaradılması üçündür ki, bu da instrumental proqram təminatına aiddir. 1, 2, 4 doğrudur. Elə variantlardan 1-i, 2-ni və 4-ü çıxanda cavab qalır D variantı. Yanlış fikirlər qalır. Kompilyatorun və interpretatorun təriflərini səhv verib həmin variantlardır. Bilirsiniz ki, kompilyator mətni bütövlükdə, interpretator isə hissə-hissə çevirir. 64-ə baxırıq. Kompüterdə informasiya mübadiləsi zamanı ən böyük sürətə malik olan yaddaş qrupu hansıdır? Təbii ki, gözlər registr yaddaşı axtarır, amma variantlarda yox. 5 variant arasında ən böyük sürətə malik olan keş yaddaşdır. 65-ci sualda isə sizə Y1 xanasına yazılmış düsturu Y2, Y5 xanalarının hamısına köçürməyi tapşırır və Y6-nın qiymətini soruşur. Bu biraz vaxtımızı alacaq. Gəlin köçürək. Baxın, biz bu düsturu köçürəndə, bu qələmi naziləşdireyim. Baxın, birinci Y1 xanasındakı düsturu Y2-yə sürüşdürəndə sütun boyunca sürüşdürdüyü üçün hərflərə dəymirik. Rəqəmləri bir vahid artır. Olur. A, dollar 1. Niyə 1-ə dəymədim? Çünki dollara olanlar artırılmır. Vurulsun. Ulduz işarəsi yəni. Dollar C2 kvadratı. Üstə gəl. Dollar B, dollar 1 vurulsun. C2 üstə gəl. Dollar D, dollar 1. Yoldaşlar, biz bu düsturu yenə sətirlərini bir vahid artıraraq bura. Sonra həmin düsturu yenə bir vahid artıraraq bura. Sonra isə həmin düsturu yenə bir vahid artıraraq bura sürüşdürməliyik. Sonra isə bir-bir bu misalların cavablarını hesablamalıyıq. Birində nümunə göstərirəm. Məsələn, A1. A1 nədir? 2. Vurulsun C1. C1 nədir? 4. Amma 4-ün kvadratı. Deməli, 2 vur 4-ün kvadratı. Elədə 32. Üstə gəl. B1 vur C1. Yəni 3 vur 4. 3 vur 4. 12. O da 32. Elədi 44. Üstə də gəlirsən D1'i. O da 5. Yəni ümumi 49. İndi birinci sətri tapdın. 2-ni, 3-ü, 4-ü, 5-i hamısını tapıb sonra tapdığın ədədlərin cəmini hesablayırsan. İstəyirsiniz dayandırın videonu, hesablayın. Daha sonra düzgün cavabı yoxlayın özünüz üçün. Mən düzgün cavabı açıqlayıram. Cavab C variantıdır. Vaxt getməsin deyə həll etmirəm. Növbəti suala keçirəm. Səhv variantı seçin. İnformasiya təhlükəsizliyi informasiyanın ən çox yayılmış 3 xüsusiyyətinə əsaslanır. Tamlıq, əlçatanlıq və obyektivlik. Səhvdir. Obyektivlik xüsusiyyəti yoxdur. Konfidensiallıq xüsusiyyəti var, yəni məxfilik. Digər variantlarda təqdim olunmuş cümlələr doğru cümlələrdir. Bunlar nəzəriyyəmizdə olduğu üçün
Standart detallar olduğu üçün danışmıram, növbəti sualla davam edirəm. Kim əldə etmək istəyirsə bizim bu nəzəriyyəmizi əməkdaşlarımıza yazaraq bizim konspektimiz var 97 səhifəlik qısaldılmış materiallardır. Təbii ki, öz tələbələrimizə 150-170 səhifə arası material veririk, amma konspektlə də təkrarlayıb imtahanda uğur qazanmaq olar. Həmin konspekti istəyən yoldaşlar bizə müraciət edə bilərlər. Kursumuzun nömrələri sosial şəbəkələrdə mövcuddur. İndi isə baxırıq 67-ci suala. Burada oxla göstərilən əmr yerinə yetiriləndə nə baş verir? Border çərçivə deməkdir. Top yuxarısına. Deməli, qeyd olunmuş xananın və yaxud qeyd olunmuş mətn sahəsinin yuxarısına xətt çəkilir. Cavab C variantı. Və nəhayət 68-ci sual deyir ki, aşağıdakı şəkildə seçilmiş hissəyə düzgün variantı seçin. Seçilmiş hissə Fuad Əzizov A3 xanasını tərənnüm edir. Yəni A3 xanası, baxın, cell xana deməkdir, A3 xanası. Üçüncü sətir, row sətir deməkdir və A sütunu, kolumda sütun deməkdir. Digər variantlarda müxtəlif xətalar var, ona görə cavab olur Y variantı. Fikrimcə, orta səviyyəli bir qəbul idi, çətin demək olmaz. BB kateqoriyası üzrə bizim bir tələbəmiz, BA kateqoriyası üzrə də bir tələbəmiz maksimum informatika yazmışdı. Qısa bir müddətdə, cəmi 45-50 günlük hazırlıq periyodunun nəticəsində. Ona görə mən bu qəbulun səviyyəsini çox ağır dəyərləndirməzdim. Qeyri-adi, çox çaşdırıcı bir sual tipi yoxdur. Nəzəriyyələrimizə əsaslanan, DİM-in ümumi təklif etdiyi sual tiplərinə əsaslanan imtahan idi. Növbəti videolarımızda siz həmçinin BB, BA, AC kateqoriyası üzrə məntiq və informatika digər sualları da görə bilərsiniz və inşallah kursumuzda təşkil etdiyimiz sınavın da video izahını yükləyəcəyik, ona da baxarsınız. Sağ olun, salamat qalın.